Mağazalarımızda keyfiyyətə nəzarət prosesi necə həyata keçirilir? Bugün bundan danışırıq. Yanımda keyfiyyətə nəzarət üzrə aparıcı mütəxəssis Taleh Hüseynli var. Taleh bəy, xoş gördüm sizi. Buyurun, söz sizdə. Sağ olun, xoş gördük. Bəli, bugün filiallarımızın birində monitorinq olacaq. Monitorinqimizin əsas məqsədi müştərilərə xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaqdır və bu yoxlamalar sürətli həm də effektiv olsun deyə elektron şəkildə həyata keçirilir. Həmin yoxlamaları qanunvericiliyin tələblərinə və şirkət daxili qaydalara əsasən hazırlanmış çeklis üzərindən aparırıq. Yoxlama zamanı əsasən mağazadakı məhsulların xarici görünüşünə, təmizliyinə, etiket məlumatlarının doğruluğuna və tarixin yerində olmasına fikir veririk. Bundan əlavə olaraq personalın sanitar-gigiyenik normalara riayət edib etmədiklərinə baxırıq. Şöbə daxilində çalışan personalın baş geyimi və əlcəyi olmalıdır. Yoxlama zamanı hər hansı bir uyğunsuzluq aşkarlanarsa, həmin uyğunsuzluğun fotoşəkli çəkilib, aid olduğu bölməyə yerləşdirilir və ona uyğun qiymətləndirilmə aparılır. Yoxlama bitdikdən sonra yekun hesabat mail vasitəsilə mağazaya və rəhbərliyə göndərilir. Gördüyünüz kimi bütün yoxlama prosesimiz tam şəffaf şəkildə həyata keçirildi. Təşəkkür edirəm. Bizdənsə bugünü bu qədər. Növbəti videolarımızda görüşərik. Hələlik.